hörmətli yazarlar, ilk öncə hamımızı İsmaildə, bu müqəddəs məkanda böyük şairimiz Musa müəllimin doğulub boya başa çatdığı kənddə salamlayıram. Çox xoşbəxt haldır ki, bugünkü tədbirimiz Zərifə xanımın kitab təqdimatı belə bir böyük şairin doğulub boya başa çatdığı kənddə keçirir. Əlbəttə, bu da özü bir rəmzi məna daşıyır. Əziz tədbir iştirakçıları, onu demək lazımdır ki, Musa müəllim deyəndə böyük, azman bir Azərbaycan şairi nəzərimizdə canlanır. Musa Yaqub öz dəstxətti ilə Azərbaycan ədəbiyyatında, çağdaş Azərbaycan ədəbiyyatında yeni bir yol, yeni bir iz açdı. O, insandan yox, təbiətdən doğuldu. Bax, elə bunun nəticəsidir ki, Musa müəllim doğulduğu bu ana bətnindən doğulandan bəri bu təbiəti vəsf eləməyə, onu tərənnüm eləməyə başladı və böyük fəlsəfi aspektə malik olan gözəl şeirlər, gözəl poeziya nümunələri, gözəl sənət əsərləri yazıb yaratdı. Musa müəllimin həyat haqqında danışanda onu demək istəyirəm ki, bax, Musa müəllim 37-ci ildə, bax, bu kənddə, Buynuz kəndində anadan olurdu. Erkən yaşlarında atasını itirdi, anasının himayəsində böyümüşdü. Yəni, yetimliklə çox böyük həyat çətinliklərinə üzləşə həyata addım atır. Göyçay Pedaqoji Texnikumunu, sonra isə Azərbaycan Dövlət Universitetinin Filologiya Fakültəsini bitirdi. Və həm oxuya-oxuya, həm işləyə-işləyə Musa müəllimin yaradıcılığı seçilib, fərqlənib və günümüzə qədər böyük bir təqdimatda, böyük bir düşüncə tərzində dövrümüzə qədər gəlib çatırdı. Yəni, Musa müəllim elə bir şairdir ki, onun yaradıcılığını təhlil etmək həm asandır, həm də çətindir. Ona görə ki, onun poeziyası fəlsəfi poeziyadır, təbiət fonunda fəlsəfi poeziyadır. Bəzən Musa müəllimi təbiət şairi adlanır. Mən öz şəxsi fikrimi deyirəm, amma bu belə deyil. Musa müəllimin poeziyası təbiət fonunda fəlsəfədir, təbiət fonunda düşüncədir. Bütün ictimai görüşlərini, bütün fəlsəfi düşüncələrini o təbiət fonunda verir və ədəbiyyatımızda yeni bir yol, yeni bir cığır açdı. Düzdür, təbiət haqqında, təbiət şeirləri ədəbiyyatımızda çox olurdu. Amma Musa müəllim qədər onu vəsf eləyən, onu fəlsəfi məqama çatdıran ikinci bir şair mənim tanımım. Əziz tədbir iştirakçıları, onu qeyd etmək istəyirəm ki, həyatda mənə o xoşbəxtlik üz verib ki, mən bu kənddə ilk olaraq Pedaqoji Universiteti bitirdiqlərindən sonra ilk əmək fəaliyyətinə bu kənddə başlamışam. Musa müəllimin əvəzinə bu kəndə məni ədəbiyyat müəllimi qoydu. Və mən düşündüm ki, o vaxt mən düşündüm ki, mən böyük şairi necə əvəz edəcəm? Bu kənddə mən ədəbiyyatı, dilimizi necə tədris edəcəm? Bu mənə böyük məsuliyyət yaratdı. Və mən bütün var gücümlə, pedaqoji sahədə işlədiyim dövrdə var gücümlə çalışdım və bu kənddən çoxlu ziyalılar yetişdi. Əlbəttə, bütün müəllim kollektivinin bircə sayı nəticəsidir. Musa müəllimdən ailəvi dostu idi. Biz onun qardaşı Saməddin müəllim mənim iş yoldaşım idi, yaxın dostum idi. Ailəvi gediş-gəlişimiz var idi. Mən Musa müəllimin əl yazmaları, hətta çap olmayan əl yazmalarını belə onun arxivində oxumuşum. Bu günləri əlbəttə Musa müəllim haqqında çox söz demək olar. Onun haqqında yüzlərlə monografiya, məqalələr yazılır. Onun yaradıcılığı təhlil olunur. Bu günləri vaxt qıtlığı və əlbəttə onun yaradıcılığı haqqında çox geniş danışmağa elə bilirəm ki, ehtiyac yoxdur. Çünki hər birimiz Musa müəllimi oxumuşuq, öyrənmişik və bu gün də onu oxuyuruq, yenə də öyrənirik. Yeni məqamlar, yeni fikirlər tapılır onun yaradıcılığında. Əzizlərim, elə bir yazar, elə bir şair mən İsmail'i nəzərdə tuturam. Tapılmaz ki, Musa müəllim haqqında bir şeir yazmasın. İcazənizlə mən də bir balaca yazım var. Əgər imkansa onu oxuyum sizin üçün. Oxuyum onu sizin üçün. Yeri harda, yurdu harda bilmirəm. Gərək tapım mən o daşı dindirəm. Göydədirsə salıb yerə endirəm. O qara daş
Musa Yaqub göyərtdi. Həm ağına, qarasına daş dedi, çatmaz ona insan ömrü, yaş dedi. Son məqamda heyf dedi, kaş dedi. O qara daş Musa Yaqub göyərtdi. Bu təbiət min oyunda, büsatda, o piyada, dünya isə ağatda. Dözmədi heç haqsızlığa həyatda. O qara daş Musa Yaqub göyərtdi. Kiçik bir kənd, yurd yuvası son andı. Nə vəzifə, nə şan şöhrət umardı. Bəyaz qar tək zirvələrdə dayandı. O qara daş Musa Yaqub göyərtdi. Ömür qoşdu gül çiçəyin vəsfinə, yazan əli yazmadı heç tərsinə. Ötsə tarix, keçsə zaman, min sənə, o qara daş Musa Yaqub göyərtdi. Ozan idi Dədə Qorqud misallı, ömrü günü həm həsrətli, vüsallı, Baba dağlı, Küpüz dağlı, Niyallı, o qara daş Musa Yaqub göyərtdi. Nəğmələri həzin bulaq, dağ çayı, dağlar oldu ruhuna da çarpayı, ərimədi Şah dağında qar payı, o qara daş Musa Yaqub göyərtdi. Bulaq üstə şux yarpızı manəsi, haqdan gəldi ilhamının nəfəsi, oxudu bir əbədiyyət nəğməsi, o qara daş Musa Yaqub göyərtdi. Diqqətiniz üçün çox sağ olun. Rüstəm müəllim mənə dedi, tapşırığı oldu ki,